Növbəti sünnə əməllərdən dəyərli qardaşlarım, 33-cü, hər hansısa bir yerdə qomaq olanda və yaxud da hər hansısa bir yerə mənzil başına və yaxud da hər hansısa bir yerə çatdıqda Əuzu bi kəlimətilləhi təmməti min şərri mə xaləq bu zikri söyləmək. Bu Allah Rasulunun sünnəsidir. Necə ki, gəlir ki, hədislərdə ki, Əbu Hurayra radiyallahu anhudan və həmçində digər sahabələrdən onlar deyərdi ki, Allah Rasulü bizlərə belə buyurdu. Kimdir bir mənzil başına çatdıqda və yaxud da hər hansısa bir yerdə qonaqladıqda bu kəlmələri söyləsin. Əuzu bi kəlimətilləhi təmməti min şərri mə xaləq. Yəni, yaratdıqlarının şərrindən Allahın kamil kəlmələrinə sığınıram. Və əgər bu zikri həmin o mənzil başına çatdığı yerdə söyləyərsə, o yerdən ayrılana qədər heç bir zərər ona toxunmaz. Heç bir zərər ona toxunmaz. Və başqa rivayətdə gəlir ki, Əbu Hurayra radiyallahu anh deyir ki, bir nəfər gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem yanına və deyir ki, ya Rasulullah, dünən deyir, əqrəb deyir, məni sancmışdır deyir. Və deyir ki, başqa rivayətdə gəlir, bütün deyir, gecəni ağrıdan yata bilmədim. Və Allah Rasulullah deyir ki, əgər deyir, axşamladığın yerdə 3 dəfə, həmçin bu zikir, axşam zikirlərin içərisində gəlir 3 dəfə söyləmək. Həmçin bu zikir, axşam zikirlərin içərisində, yəni əsrdən sonra 3 dəfə söyləmək gəlir. Deyir, əgər bu kəlmələri söyləsəydi, yəni Allahın izni ilə heç bir şey sənə zərər toxunmazdır. Heç bir şey sənə zərər toxundurmazdır. Başqa bir rivayətdə gəlir ki, sahabələrdən biri ilan yoxsa əqrəb onu sancır. Və biri soruşur ki, ondan bəs deyir, sən deyirdin axı, bu zikri söyləsən sənə heç bir şey zərər toxunmaz. Allah Rasulü buyurub axı. O deyir ki, mən deyir, həmin günü, yəni əqrəb sancdığı günü mən deyir, bu zikri söyləməmişim, yanından çıxmışdı söyləməyir. Subhanallah. Yəni, baxın zikrin fəzilətinə. Ona görə də insan yad bir yerə getdikdə və yaxud da harasa bir qonaq aladıqda başqa bir yerə, başqa bir ölkəyə bu zikri söyləsə, ta o yerdən ayrılana qədər ona heç bir zərər toxunmaz. Yəni Allah subhanahu wa ta'ala o insanı qoruyar.